Valla bana çox adam deyirdi ki, kökəlmisiniz, kökəlmisiniz. İstəyirəm sizinlə hal-hazırda bax burada, harasa da buralarda mənim doğrudan da kökəlmisiniz deyirdiniz. Bax o vəziyyətimi qoyum. Çünki doğrudan da çox dəhşətli bir haldaydım. Düz demək olar ki 93,4 kiloqram idim və düşündüm ki, belə olmaz, belə getməz. Sən diyetoloqsan, sən özün insanlara nümunə olmalısan. 2 ay ərzində almışdım bu 10 kiloqramı və 45 gün ərzində bu 10 kiloqramdan demək olar ki, qurtuldum və indi özümü daha yaxşı hiss edirəm, daha gümrah hiss edirəm. Üzümdən də yəqin görürsünüz ki, əməlli başlı böyük dəyişiklik var. Yəni hal-hazırda da ekranlarınızda yəqin ki artıq mənim hal-hazırki halımı görürsünüz. Qarından və s. əsər əlamət yoxdur. Çox daha yaxşıdır hər şey, çox daha gümraham, şükür Allaha. Bunu necə elədim? Aralıqlı oruç prinsipi ilə elədim. Səhər qidalandım, bir də axşam qidalandım. Həm kardio, həm də ki ağırlıq məşqləri elədim və nəticədə bax bu da gözünüzün qabağında deməli arıqlamaq olurmuş. İstənilən vaxtı, istənilən qədər kökəlsəz belə bu şəkillərdən doğrudan da düzgün, sağlam, balanslaşdırılmış qidalanma ilə və lazımı qədər əlavə fiziki aktivlik göstərməklə mükəmməl də qurtula bilərsiniz.